Herkese salam dostlar. Bugün de yepyeni bir videoda karşınızdayız. Bugünkü videomuzda dostlar bombacı oyuncuları, yani A klas bombacı oyuncuları sıralayırıq dostlar ve hem de onların videolarını göreceksiniz. Videomuza geçmeden önce videomuza like atıp kanalımıza da abone olmayı unutmayın dostlar. Biz de bu videoya keçid edək dostlar ve burada bombacıları mən sıralamışam. Sizler de arkanıza yaslanıp keyfini çıxarın. İlk oyuncumuz dostlar Alexandro Del Piero'dur. Del Piero'nu demək olar ki listenin en əvvəlində qoymuşam, yəni ən axırındadır. Buna səbəb Del Piero'nun heç də pis bir bombacı olmağı deyil. Sadəcə o bir bombacılara nisbətdə biraz daha geri qalmaqdır. Yəni Del Piero əslində oyuncu kartı olaraq, yəni kart olaraq da olduqca güclü bir kartdır. Lakin digər bombacılarda yəni nisbətən biraz daha geri qalırmış kimi görsəniz mənim gözümdə. Buna görə Del Piero'nu listenin en sonuna qoymuşam. Yəni bombaları əslində yaxşıdır, oynatmaq olarmı? Olar təbii ki. Del Piero statistikası da, yəni öz statistik gücü də çox qəşəngdir. Sadəcə Del Piero dostlar dediyim kimi həm də oyun tarzı da Del Piero'nun tam olaraq düzgün də deyil və bu səbəbdən Del Piero'nu dostlar biz en sonuncu yerə qoymuşuq. Bir sonraki kartımız dostlar deməli Mbappe'dir. Mbappe'nin bu kartı da olduqca qəşəng və güclü bir kartdır. Mən onu listəni həmən Del Piero'nun önünə qoymuşam. Çünki dostlar Mbappe həqiqətən çox yaxşı bombalar ata bilir və hal-hazırda da bu nerf yemə işləri olduğuna görə oyuncular bəzən çox pis bombacı kimi gəlirlər, daha sonra düzəlirlər. Mbappe də hal-hazırda elə bir bombacıdır və həqiqətən deyirəm olduqca yəni güclüdür. Bir de Mbappe hücumçu kimi də demək olar ki oyunun en yaxşı hücumçularından biridir. Çünki həm bomba şutu var, həm də bir hücumçu kimi dostlar hər bir işinizi yerinə yetirə biləcək bir oyuncudur. Düzdür, Mbappe təbii ki bəzi bombacılar var ki onlarla qarşılaşdıra biləcək qədər yaxşı deyil, amma dostlar Mbappe də Mbappe'dir. Çünki dediyim kimi forward kimi də dostlar çox iş görür Mbappe, yəni təkcə bu işi ilə qalmır deyə bilərik. Bir sonraki oyuncumuz dostlar Lionel Messi'dir. Lionel Messi demək olar ki çox güclü bir bombacıdır və statistikləri hətta havaya uçan bir oyuncudur deyə bilərik. Çünki Messi'nin bombaları həqiqətən çox qəşəngdir. Bu bomba şutu əslində bir çox oyuncuya yalandan Bas Məmməd, Çox Məmməd eləyə bilərlər, amma Messi normal həyatda da yəni doğrudan da belə qolları ata bilən bir oyuncudur. Hətta onun 2017 və ondan əvvəlki illərində görsək doğrudan da güclü və qəşəng belə deyək zərbələr vuraraq qolları ata bilir. Amma oyunda da təbii ki nerf yedizdirə bilirlər bəzən oyunculara. Messi də listemizdə Mbappe'nin hemen önündə dayanır və Mbappe'dən belə deyək sonra gələn oyuncumuzdur. Yəni Mbappe'dən daha yaxşıdır, Del Piero'dan daha yaxşıdır, amma təbii ki Messi'dən də daha yaxşı olan kartlar var bu oyunda. Bir diğer oyuncumuz dostlar Məhəmməd Salah'dır. Salih'imiz olduqca güclü bir kartdır. Yəni Salih'in həqiqətən bomba şutları çox belə deyək qapıçının canını yandırır. Çünki Salih özü də çox yaxşı oynayır, çox güclü oynayır və bomba şutlarının demək olar ki krallarından biridir. Ümumiyyətlə oyunun ilk başında gələn o 3 bombacıdan sonra heç kim o 3 dənə bombacının yerini verə bilmədi dostlar. Çox təəssüf olsun ki Konami bundan sonra sadəcə pul tələsi gətirdi. Amma bu ilk 3 bombacı demək olar ki oyunun en yaxşılarından idi. Və gəldi Federico Chiesa. Mən dostlar Chiesa'nı şəxsən Salahın önündə görürəm. Niyə görə? Çünki çox adam
belə deyək, oyundan sol cinahdan hücumlar edilir. Yəni sol cinahdan bomba atmağı daha xoşlayır. Çünki sol cinahda həm sağ tərəfə keçsəydi, həm də sol tərəfə keçsəydi daha yaxşı atmaq olur. Və mən buna görə şəxsən Federico Chiesa'nı Salahın, Salih əmimizin önündə görürəm və Chiesa'nın da bomba şutları dostlar olduqca qəşəng və güclü alınır. Oyunda belə deyək, o vaxt gələn o 3 dənə oyunçu, o tək paketin içində olan 3 dənə oyunçunun ən yaxşılarından biri də Chiesa'dır. Listenin başında dostlar hamınızın nəsə elə bildiyiniz, yəni bildiyiniz kimi sondur dostlar. Son təxmin edə bildiyiniz, son oyunun ən yaxşı bombacı oyuncusudur dostlar. Sondan o tərəfə oyuncu yəni yoxdur həqiqətən. Çünki sonun bombaları kimi bomba ata bilən ikinci bir oyuncu yoxdur. Və biz bununla da videomuzu yekunlaşdıracağıq dostlar. Sonunda yəni qolları olduqca gözəl alınır. Növbəti videoda da dostlar nəyin olmağını, hansı bir konseptdə olmağını istəyə bilərsiniz. Oyunun ən pis bombacıları mı istəyirsiniz artıq, nə bilim, ən yaxşı kafa zərbəsi vura bilənlərimi, ona aid də video gələr. Videomuz bu qədər. Videoya like atıb abunə olmağı unutmayın dostlar. Hamınızı çox sevirəm. Sağ olun.